bir YouTube kanalında iki nəfər debat aparırlar. O deyir, o təsdiq edir, o deyir, bu təsdiq edir. Və İmam Hüseyndən söz açdılar, İmam Hüseyndən danışdılar. Və deyirlər ki, bəziləri özlərini İmam Hüseynə oxşadılar. Deyirlər ki, qoy oxşatsınlar da bunlar özlərini İmam Hüseyn. Onsuz İmam Hüseyn məğlub olur. Amma onlar başa düşmürlər ki, İmam Hüseyn məğlub olmuyor. İmam Hüseyn qələbənin özü olub Kərbəla, özü və sahabəsi, özü və ailəsi, özü və sevənləri qələbə olub. İnsan ölümüyle, məxsusən də imamın ölümü məğlubiyyət demək deyil. Niyə məğlubiyyət demək deyil? Çünki xilafətdə olan Yezid ibn Muaviyyənin iç üzünü insanlara tanıtdırmaq üçün mütləq İmam Hüseyn kimi kişi, İmam Hüseyn kimi imam, İmam Hüseyn kimi hüccət, Allah'ın dostu, evliyası meydana çıxmalı və qurban verilmeliydi. Ki qurban verilməseydi, bugün əşhədü ənna Muhammedən Rasulullah minarələrdən azan verilməyəcəkdi. Onların Muaviyə oğlu Yezidin, Əbu Süfyan oğlunun Muaviyyənin məqsədi bu idi ki, azanı o Peyğəmbər adı çəkilməsin. Məqsədləri bu idi. Və həmin o məqsədin qabağını öz qanı ilə, öz canı ilə, öz manı ilə alan Hüseyn ibn Əli qurban verdi və nəticədə qan qılınca qalib gəldi. Əgər məğlub illərsə, niyə görə hər il 20 milyon, 30 milyon, 40 milyon dünyanın hər bir nöqtəsindən, hətta elə ölkələr var ki, o ölkələrin bizi indi tanıyırıq o ölkələri, balaca cütlar ölkələrdir, amma onunla bərabər hamısı Hüseyn ibn Əlinin ziyarətinə gəlir. Qadın, kişi, əlil, sağlam, nə bilim, balaca qız, oğlan, fərqi yoxdur, hamısı Hüseyn ibn Əlinin ziyarətinə ərməyinə tələsir. Hüseyn ibn Əlinin ziyarətinə gəlir. Əgər məğlub edirsə, məğluba ziyarət eləyərlər. Məğlub adamlardır ki, qəbilləri məlum deyil, hardadır. O məlum olmayan insanların, insanı demək olarsa ya, onların qəlbi ki, İmam Hüseynə qarşı çıxıblar, məlum deyirlər. İndi qalib kimlərdir? Onlardır, bunlardır. Hüseyndir qalib və yaxud Yeziddir qalib. Zahirən